Anam qaçıb. Yola qaçıb, hara edib. İndi hamı yuxuda olub, nətər olub, eşidən olmuyor. Ağdaşda qətl hadisəsi baş verib. Hadisə rayonun Aşağı Qobüstü kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini 37 yaşlı Rahib Əbilov aralarında yaranan ailə münaqişəsi zəminində 70 yaşlı anası Ana xanım Əbilovanı amansızlıqla qətlə yetirdiyi bildirilir. Hadisə ilə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyidi ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Valla səhər-səhər biz elə yuxudan durub qardaşımı yola salardım, Bakıda yaşayan qardaşım. Onda zəşyalı ki, dur özü bura satdır. Heç bilmədim nəyə görə deyirlər. Durdum mən də heç qardaşımla qoymadım getməyə. Getdim ki, anam yolun ortasında. Necə olub bəs hadisə belə olub ki? Belə məlum olur ki, axşamdan işçili olubdu. Belə işçili vəziyyətdə də amansız olub. Vurub öldürüb. Özündə olmayıb da Bəli, beləsi. bəli. Aralarında yaranıb bu münaqişə. Anası, onda ana qaçıb onun əlinə. Bəli, anam qaçıb. Yola qaçıb, hara edib. İndi hamı yuxuda olub, nətər olub, eşidən olmuyor. Elə orada da qətlə yetirib. Bəli. Evin neçənci uşağı idi? Son 5 idi. Neçə qardaşdınız? 5 qardaş. Qeyd edək ki, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu 37 yaşlı Rahib Əbilov saxlanılıb. Hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırmalara başlanılıb. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Denas TV üçün.